dostlar, mən hər ad günümdə Allaha qovuşmağa biraz da yaxınlaşıram. Yəni bundan böyük ad günü hədiyyəsi nə ola bilər? Yəni hər ad günümdə bunu belə deyək, Allahdan arzu edirəm. Bu pis bir şey deyil, bədbin bir şey deyil. Yəni bunu yaşayanlar bilər bu hissi ki, mən nə demək istəyirəm. Deməli bu dünyanın ən gözəl hissidir. Ən gözəl hissidir Allahı tapmaq. Allahı tapmaq nə deməkdir? Yəni nə olur olsun için rahatdır, aramdır. Yəni içində huzur var. Yəni bunu da Allah Teala eləyir, içimə bir huzur verir. Yəni bu çox gözəl bir hissdir. Bəlkə də adam var ki 60 yaşına gəlib hələ bu hissi duymur. Adam var ki bu dünyadan köçüb gedib bu hissiz köçüb gedib. Bununla bağlı yəni yenə deyirəm ad günümdə Allaha qovuşmağa biraz da yaxınlaşıram. Bu mənim üçün ən böyük ad gün hədiyyəsidir. Və bununla bağlı ayələr var, onu oxumaq istəyirəm. Məsələn, Fəzr surəsi 27-ci ayədə Allah Teala deyir ki, ey arxain olmuş nəfs. Sonra davam edir 28-ci ayədə. Dön Rəbbinə, sən ondan, o da səndən razı olaraq. Sonra 29 və 30-cu ayələrdə mənim bəndələrimin zümrəsinə daxil ol və mənim cənnətimə daxil ol. Ənkəbut surəsi 5-ci ayə. Hər kəs Allahla görüşəcəyinə ümid edirsə, onda şübhəsiz Allah müddət gələcəkdir. Yəni Allahın müddəti gələcəkdir. Yəni mənim bu arzularımı əks etdirən ayələrdir Quranda. Bəqərə surəsi 156-cı ayədə, 156. Həqiqətən biz Allahınıq və həqiqətən ona tərəf qaydacağıq. Mülk surəsi 2-ci ayə. Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan odur. Ali İmran surəsi 185-ci ayə. Hər bir canlı ölümü dadacaqdır. Qiyamət günü sizin mükafatlarınız tam şəkildə veriləcəkdir. Odur ki, oddan uzaqlaşdırılan və cənnətə daxil edilən kəs doğrudan da kama çatmışdır. Və Tövbə surəsi 111-ci ayə. Həqiqətən Allah möminlərin canlarını və mallarını onlardan cənnətin onların olması bahasına alıb. Yəni bunu artıq dünyada da hiss edirik bu cənnəti. Dünyada da hiss edirik. Yəni hər sıxıntı anında bizim ola bilər o canımızı götürübdür. O sıxıntı ilə yəni o rahatlığı əlimizdən alıbdır. Zahirən rahatlıq kimi görünür, amma əslində bizim xoşbəxtliyimizdir. Və bizə cənnəti verib dünyada. Yəni bu ayələr üzərində düşünə bilərsiniz.